1700 metr dərinlikdəki saatlı bomba. Komsomolets. Sualtı dəniz qayığı. 1989-cu ildə Norveç sahillərində batan nüvə sualtı qayığının hələ də radiasiya sızdırdığı məlum olub. Faciə 7 aprel 1989-cu ildə qayıqda baş verən qəfil yanğından sonra yaşanıb. Heyət üzvləri gəmini suyun üzünə çıxarmağı bacarsalar da, təxminən 5 saat dəniz səthində qalan sualtı qayıq daha sonra batıb. Gəmi 37 ildir ki, su altında çürüyür, amma təhlükə hələ də qaçılmazdı. 69 nəfərlik heyətdən 42-si həlak oldu. 2 nüvə torpedası və 4 kiloqram silah dərəcəli plutonium birbaşa dəniz suyu ilə təmasda qaldı. Plutonium maddəsinin yarım parçalanma dövrü isə 24 min ildir. 1995-96-cı illərdə aparılan xüsusi əməliyyatlarla çatlar möhürləndi. Amma təəssüf ki, bu izolyasiyanın ömrü cəmi 30 il idi. 2026-cı ildə bu müddət bitmiş hesab olunur. Son hesabatda radiasiyanın stronsiumun, seziumun, uran maddələrinin hələ də partlayışlarla sızdığı məlum olmuşdu. Hələlik ziyan azdır, amma gələcəkdə bu proqnoz qaçılmazdır deyə Norveç agentliyi bildirmişdi. Gəminin təmiri niyə mümkün deyil? 1700 metr dərinlikdə texniki cəhətdən təmir işləri aparmaq fizika qanunlarına əsasən qeyri-mümkündür. Titan korpus parçalanıb, su birbaşa artıq reaktora daxil olur. Bu problem nə kimi təhlükə gətirə biləcək, bunu Norveç rəsmiləri belə açıqlayıb. Norveçin zəngin balıqçılıq zonaları, qida zənciri, nəhayət bizim boşqablarımızdakı balıq zəhərlənərək evlərimizə təhlükə saçacaq. Komsomolets sualtı dəniz gəmisi Norveç dənizinin dibində saniyələri sayan saatlı bombadır. Bunu ətraf mühitin qorunması üçün xidmət göstərən Greenpeace qurumunun rəsmiləri bildirmişdi. Nəticədə bu təhlükə təkcə bizim nəslimizi bitirməyəcək. Plutonium təhlükəli maddəsi 24 min il radioaktiv qalacaq. Bu isə insanlıq üçün əbədi deməkdir. Kanalımıza indi abunə olun. Növbəti videolarda tarix kitablarında sizə keçilməyən, sizdən sir saxlanılan xəbərlər haqqında danışacağıq. Ələkbər Babayev, Sevda Abbaszadə, Fərq TV.